Kızlar, siz elə bilirsiniz ki, mən səhərdən axşama qədər oturub ancaq make-up edirəm. Əslində haqlısınız. Eləyirəm, amma əlbəttə ki, mən də hər xanım kimi yemək bişirirəm və s. Məsələn, bu videoda sizə mərci supu necə bişirilməz adlı bir paylaşım edəcəm, göstərəcəm. Məsələn, mərciyə normalda biber qatılmır, pomidor qatılmır, turşəng qatılmır. Amma mən yaşıl, qırmızı biberi fərqi yoxdur, nəysə hamısını bir qazanda qovururam. Yaxşıca, baxın, bu turşəngi də əlavə edəcəm. Siz harada görmürsünüz ki, mərciyə turşəngi əlavə olunur? Əlbəttə ki, heç bir yerdə. Yəni, biraz çirkin yeməyi bişirirəm, tez bazar bişirirəm. Məsələn, gördüyünüz mərci supunu 20 dəqiqə ərzində bişirdim, bəlkə ondan da tez. Məsələn, burada turşəngi doğrayıram. Turşəngin də dadını bu arada çox sevirəm. Ondan böyük bir xatirələrim və travmalarım mövcuddur. Pomidor da bu arada istədiyim kimi doğrayıram. İstədiyim ölçüdə, çünki onsuz da blenderlayacağam. Belə. Bu arada siz mən eləyən kimi eləməyin. 2 ovuc, 3 ovuc mərci istifadə edeyim. Mən 1 kiloya yaxın mərci istifadə elədim və hal-hazırda biz sup yox, kaşa falan kimi bir şey yeyirik. O qədər yəni ağırdı ki, mən onu bişirmişdim ki, biraz maye yemək olsun da. Heç elə olmadı. Daha da bunun özünə maye lazımdır ki, həzm eləyir. Burada yenə də yağ əlavə eləyirəm. Qaynatam sağ olsun, kələ yağımızı göndərir. Burada yağ gördüm, əlavə bəs eləmədi. Bir də un qovurdum. Unu çox az demişdilər. Mən yenə də reseptlərin əksinə olaraq reseptlərin əksinə olaraq başqa şeylərdən də istifadə etdim. Burada tomat gördüm ki, qutarıb. Qəşəngcə axırıncı qramına qədər su tökdüm, qarışdırdım, tökdüm. Baxmayın, səhərdən axşama qədər make-up məhsulu ala bilərəm. Amma belə qidalarda və s. ən axırıncı qramına qədər istifadə edirəm. Burada da elə nətər qaynatmışdıqsa əti, suyunu elə bax, elə süzdüm. Mərci supunda bu arada toyuq əti suyu və yaxud da mal əti suyu çox qəşəng dadlı eləyir. Bunu da belə qarışdırdım. Yəni, tuzun istiyotunu da çox atdım, amma yiyəndə fərqinə vardım ki, heç bir şey yox imiş. Gördüyünüz kimi blenderlayıram. Blenderlama işi o qədər çətindir ki, mənim üçün. Neysə, qızlar, belə. Yəni, mənim yemək bişirməklərim belə olur.